Salam əziz abituriyentlər və müdavimlər. Bugün sizlərlə sürət məsələlərinin izahı ilə tanış olacağıq. İlk öncə başlayaq sürət məsələlərində verilən düsturlardan, ümumi anlayışlardan, sonra nümunə sualların izahına keçək. Deməli, ilk öncə sürət nəyə deyilir? Vahid zamanda gedilən yola sürət deyilir. Sürət bildiyimiz kimi V hərfi ilə işarə olunur. Vahid zamanda gedilən yola V bərabərdir S bölünsün T. Yəni, burada V sürət, S gedilən yol, T isə bu yolun gedilməsinə sərf olunan zaman müddətidir. V bərabərdir S bölünsün T. Buradan bəzi düsturların çıxarılışını da ala bilərik. S bərabərdir V vurulsun T. Yəni, biz gedilən yolu tapmaq üçün verilən sürəti zamana vurmalıyıq. Sonra T zamanı tapmaq üçün, T isə zamandır. Zamanı tapmaq üçün isə S bölünsün V düsturundan istifadə edirik. Sürət məsələlərində ölçü vahidlərinə çox diqqət etmək lazımdır. Yəni necə? Sürətin ölçü vahidləri var, gedilən yolun ölçü vahidləri var, zamanın ölçü vahidləri var. Bundan hər biri ilə ayrı-ayrıqda tanış olaq. Biz tanış olduğumuz vahidlərlə tanış olaq. Deməli, biz nəyi bilirik? Biz bilirik ki, gedilən yol, məsələn, bir məsafədən A nöqtəsindən B nöqtəsinə hərəkət ediriksə, deməli, biz nə edirik? Məsafəni ölçürük kilometrlə, metrlə və ya daha kiçik ölçü vahidləri ilə kilometr, metr, santimetr, desimetr istifadə edirik. Yəni, gedilən yol nə ilə istifadə olunur? Kilometr ölçü vahidləri, metr, santimetr, desimetr qeyd olunur, amma yəni elə də istifadə olunmur. Məsələn, bəzi məsələlər var, qarışqa məsələləri falan, orada santimetr istifadə olunur, amma ümumi santimetr demək olar ki, çox az istifadə olunur. Hər ehtimal yazdım ki, məlumatınız olsun. Time zaman. Oradan yadınızda saxlayasınız. Time'ın baş hərfi T. T zamanı göstərir. Zamanın ölçü vahidi bilirik ki, saat, saniyə, dəqiqə. İndi buradan belə bir nəticə çıxarıq ki, biz nə dedik? Biz dedik ki, burada göstərirəm sizə, V bərabərdir S bölünsün T. Yəni, gedilən yolun zamana olan nisbəti. Vahid zamanda gedilən yol. Yəni, məsələn, bizim ölçü vahidimiz nədir? Gedilən yolun ölçü vahidini qeyd elədim ki, kilometr. Time, T nədir? Ölçü vahidi saat. Ona görə sürətin ölçü vahidi ola bilər kilometr böl saat, metr böl dəqiqə, metr böl saniyə və s. Bu sıralamanı davam etdirə bilərik. Sonra keçək buradan sonra bəzi qaydalar var. Qarşı-qarşıya hərəkət, sonra eyni istiqamətli hərəkət, əks istiqamətli hərəkət, kater məsələləri, hər biri ilə ayrı-ayrıqda tanış olaq. İndi mən sizə danışıram qarşı-qarşıya hərəkətdən. Qarşı-qarşıya hərəkətdə, məsələn, ilk öncə düstura falan keçməmiş, heç nəyə keçməmiş sizə göstərirəm ki, nə deməkdir qarşı-qarşıya. Məsələn, A nöqtəsini qeyd edirəm burada və B nöqtəsi. A nöqtəsindən də bir cisim hərəkətə başlayır, B nöqtəsindən də bir cisim hərəkətə başlayır. A nöqtəsindən başlayan cismin sürəti V1, B nöqtəsindən başlayan cismin sürəti V2. İndi, bunlar neyinir? Bir-birinə doğru hərəkət edir. Yəni, bunların ümumi sürətini taparkən biz neyinirik? Bu ümumi sürətini taparkən, məsələn, bir-birinə doğru hərəkətləri daha sürətlidir də. Məsələn, tək bir A hərəkət eləmir. Həm A hərəkət edir, həm B hərəkət edir. Ona görə birinin digərinə nəzərən, yəni bir-birinə yaxınlaşma sürətləri, görüşmə sürətləri nə qədərdir? Görüşmə sürətləri ikisinin cəmi olar. V bərabərdir V1 üstəgəl V2. Və biz hansı düsturu bilirdik? Ümumi anlayışdan bilirdik ki, S bərabərdir V1 üstəgəl V2 vurulsun T. Bu da qarşı-qarşıya hərəkətin ümumi düsturudur. Biz bilirdik ki, S bərabərdir V vurulsun T'dir. V-nin yerinə də orada gətirdik. V1 üstəgəl V2 qoyduq. Yəni, sürətləri neylədik? Topladıq. Ümumi sürəti tapmaq üçün də sürətləri topladıq. Gəldik V1 üstəgəl V2 qoyduq yerinə.
ümumi oldu bizim S bərabərdir. Gedilən yolu taparkən, qarşı-qarşıya hərəkətdə gedilən yolu taparkən sürətlər toplanır və zamana vurulur. Məsələn, buna aid bir dənə misal göstərək. Tutaq ki, deyək ki, A nöqtəsindən hərəkətə başlayan bir cisim, tutaq ki, A nöqtəsindən hərəkətə başlayan bir cisim başlayır, B nöqtəsində də bir cisim. Məsələn, bunun sürəti V1 bərabərdir 20 km/saat. Burada V2 bərabərdir, qarşı-qarşıya V2 bərabərdir 30 km/saat. İndi bunlar deyir ki, tutaq ki, T bərabərdir 4 saat ərzində hərəkət elədilər. 4 saat ərzində, yəni bunlar hərəkət elədilər və görüşdülər. Şəhərlər arasındakı məsafəni tapın. Zaman da 4 saat. A və B şəhərlər arasındakı məsafəni tapın. Nə edərəm? Götürərəm. Sürətləri dediyim kimi gedilən şəhərlər arasındakı məsafəni tapmaq üçün toplayıram. Sürətləri 20, üstəgəl 30, vurulsun 4. Yəni 20 ilə 30-un cəmi 50, vurdum 4-ə, elədi 200. Deməli, A və B şəhərləri arasındakı məsafə 200 kilometr oldu. Keçirəm digər suallara. İndi danışıram əks istiqamətli hərəkətdən. Məsələn, bir nöqtədən hərəkətə başlayırlar. A cismi və B cismi. Bir nöqtədən hərəkətə başlayırlar. Bunların hansı istiqamətdədir? Tamamilə əksdir. Bir-birinə nəzərən, məsələn, A nöqtəsində bir nöqtədə dayanıb, A cismi sağa hərəkət edir, B cismi onun əksi olaraq sola hərəkət edir. Bunların bir-birinə nəzərən sürətləri yenə sürətlərini tapanda hər ikisinin sürətlərini toplayırıq. Niyə? Məsələn, fikirləşək də özümüzdən götürək misal kimi. Məsələn, bir nöqtədə dayanmışıq və tutaq ki, qaçış yarışı eləyirik. Sağa və sola hərəkətlər başlayır. Bir-birimizdən hansı sürətlə uzaqlaşırıq? Hər ikimizin sürəti qədər. Məsələn, 2 nəfər dayanıb, bir-birindən hərəkətə başladı, bir-birindən hansı sürət qədər uzaqlaşır? İkisinin sürətlərinin cəmi qədər. Birinin sürəti qədər yox, birinin sürəti qədər, məsələn, onda biri dayanardı, biri hərəkət eləyərdi. A cismindən B cismi uzaqlaşardı. Amma ikisi də əks istiqamətdə hərəkət eləyirdi. Bunlar nə edirsən? Sürətlərin tapanda, ümumi sürətləri tapanda bu daha doğrusu əks istiqamətli hərəkətdə sürətlər toplanır. İndi nə edərəm? Mən burada S gedilən yol bərabər, daha doğrusu bunun sürətin V1, bunların sürətin V2 işarə eləsəm, ümumi sürət nəyə bərabər olar? Yenə də V1 topla V2. Yəni S bərabərdir V vuraq T olduğundan qarşı-qarşıya da hərəkətdə olduğu kimi burada gedilən yolu taparkən sürətlər toplanır. V1 topla V2 vurulsun T zamana. Məsələn, bir misal göstərək. Bir dəqiqə, bir misal göstərim. Bu əks istiqamətli hərəkətə əsasən. Məsələn, deyir ki, sürətləri 40 və 50 km olan iki motosikletçi əks istiqamətdə eyni zamanda, eyni yerdən hərəkətə başladılar. Gördüyümüz kimi eyni zamanda və eyni nöqtədən hərəkətə başladılar. Və 4 saatdan sonra A və B məntəqələrinə çatdılar. Məntəqələr arasındakı məsafəni tapın. Neynədir? İlk öncə məsələni gözümüzün qabağına gətirək. Bir nöqtədə dayanmışdı 2 dənə motosikletçi. Biri hərəkət eləyir, A nöqtəsinə doğru hərəkət eləyir. Bir hərəkət eləyir, B nöqtəsinə doğru hərəkət eləyir. Birincinin sürəti 50-dir. V bərabərdir 50 km bölünsün saat. İkincinin sürəti nədir? V1, bu isə V2. V2 bərabərdir 40 km bölünsün saat. Ümumi S, indi mənə nə istəyir? T də bərabərdir 4 saat müddətində hərəkətə başladı. 4 saat müddətində hərəkət elədilər. T də bərabər 4. Nə etməliyəm mən? Yenə əks istiqamətli hərəkətdir deyə sürətlər toplanır. 40 plus 50 vurulsun 4 zaman. Mötərizənin içərisindən başlayırıq. Birinci təbii ki 90, 90 da vurdun 4-ə, o da elədi 360 kilometr deməli məsafə var imiş.
İndi məsələn başqa bir suala baxım. Deyir ki, eyni məntəqədən eyni zamanda əks istiqamətdə hərəkət edən və sürətləri 8V, 7V olan 2 minik avtomobili hərəkətə başladılar. 315 kilometr yolu 3 saata gedərlərsə V hərəkəti tapın. İndi mən yenidən qeyd edirəm. Yenə də əks istiqamətə hərəkətə başladılar. Birincinin sürəti neçədir? V1 bərabərdir 8V, V2 də bərabərdir 7V. Sonra bunlar hərəkətə başladılar və nə qədər yol getdilər? 315 kilometr yol getdilər. S bərabərdir 315 kilometr deyir bunlar yol getdilər. Və nə zamana? 3 saat. Deyir buradan V-ni tapın. V hansı V-dir? Təbii ki, bu məsafələr zaman, daha doğrusu sürətləri 8V şərti olaraq 7V, 8V işarə edir. Ona görə bax bu 8V, 7V-nin yanındakı V-dən söhbət gedir. Ümumi V sürətdən söhbət getmir. Sizdən sadəcə V-ni tapmağı tələb edir. İndi nə edərəm? Mən götürərəm burada S bərabərdir V1 topla V2 vurulsun T zamana. S neçədir? 315. V1 neçədir? 7V, 315 bərabərdir. Hər birisini olduğu kimi yerində yazıram. 7V topla 8V vurulsun T zaman neçədir? 3. Nə edərəm? Birinci mötərizənin içərisində başlayıram. 7V, 8V neçədədir? 15V vurulsun 3 bərabərdir 315. 15-i 3-ə vurdum. 45V bərabərdir 315. 315-i də bölərəm 45-ə, cavab da alaram. V də bərabərdir 7. Deməli, V buradan 7 imiş. Bundan sonra sırada nə gəlir? Əks istiqamətli hərəkət dedik, qarşı-qarşıya hərəkəti dedik və qaldı eyni istiqamətli hərəkət. Eyni istiqamətli hərəkətə aid bir dənə də misal göstərim. Eyni istiqamətli hərəkətə. Burada kitabda baxın. Kitabdan deyirəm məsələləri. Ümumi qaydanı deyim ondan sonra. Deməli, birinci hardan başlayıram? Yenə əks istiqamətli hərəkəti dedik. Eyni istiqamətli hərəkətdə. Sən bir nöqtədən başlayır. Birincinin sürəti və ikincinin sürəti. Belə işarə edirəm. Birinin sürəti məsələn V1 olsun, ikincinin sürəti V2. Birinin digərinə nəzərən sürəti bu taparkən S bərabərdir VT düsturunda da yenə istifadə edəcəyik. V-ni taparkən burada nə edirik? Böyüyün sürətindən, indi mən burada V2 bunu deyirəm, V1 buna deyirəm. V2 şərt olaraq V2 çıxaq V1 deyirik. Yəni böyüyün sürətindən, böyük sürətdən kiçik sürəti çıxmaq lazımdır. Nə edirəm onda? S yerinə qoyuram. V2 çıxaq V1 vurulsun T zaman. Yenə də birinin digərinə nəzərən sürəti, məsələn, 2 nəfər yarışır, yenə bir nöqtəyə çatmaq istəyir. Hər ikisi çatmaq istəyir. Məsələn, burada da bir nəfər buradan başladı hərəkətə, eyni nöqtədə də bir nəfər də buradan başladı hərəkətə. Çatmaq istəyirlər, məsələn, bu A nöqtəsinə. A nöqtəsinə çatmaq istəyirlər. Birinin digərinə nəzərən sürəti aralarındakı fərqdir. Məsələn, bunun sürəti, birincinin sürəti 20 km/saat. İkincinin sürəti 18 km/saat. Birinin digərinə nəzərən sürəti olur 2 km/saat. Onlar arasındakı məsafə taparkən də gedilən sürətləri bir-birindən çıxmaq lazımdır. Birinin digərinə nəzərən sürəti neçə oldu? 2 km/saat. İndi kater məsələlərindən başlayaq. Kater məsələlərində mən kater məsələlərini izah eləyəndə ilk öncə nədən başlayıram? Adi, məsələn, çay məsələlərində bəzi müdavimlərdə, abituriyentlərdə nəsə qəliz gəlir suallar. Amma adi küləkli havada hərəkətimizə baxaq. İndi onu misal göstərim, sonra qayıdacağam çayın istiqamətində, axına qarşı, axın istiqamətində, durğun su, bu məsələlərin izahına gətirəcəm. Məsələn, biz küləkli havada hərəkət eləyəndə, küləyin əks istiqamətində hərəkət eləyəndə nə edir? Bizim sürətimiz yavaşıyır.
Küləkli havada külək bizim üzümüzə doğru vurur və külək bizim hərəkətimizi normalda hansı sürətlə hərəkət ediriksə, həmin sürəti yavaşıdır. Yəni, bunu misal olaraq mən misal göstərirəm çayın axının əksinə hərəkətə. Yəni, çay neynir? Misal şəkil çəkim. Çay neynir? Bu istiqamətdə axır. Axır gedir. Burada bir gəmi var. Bu tam əksinə hərəkət eləyir. Tam əksinə neynir? Biz küləkli havada zorlanırıq, hərəkət eləyəndə çətinlik çəkirik hərəkət eləməyə. Onda neynir? Çətin addımlayırıq yolumuzu. Yəni, sürətimizi yavaşıdır. Külək bizim sürətimizi yavaşıdır. Eynilə də burada da həmin proses baş verir də. Bu çaydır, bu katerdir. Çay katerin sürətini yavaşıdır. Normalda bu V çay, bura V çay işarə edirəm. Burada V kater. Katerin sürətin yavaşıdır. Yəni, ümumi V-ni tapanda V katerdən çıxaram V çayı. Və S gedilən yolda buradan bərabər olur. V kater çıxılsın V çay, vurulsun T zaman. İndi, buna bir misal olaraq, bir dəqiqə. Kater məsələləri. İndi deyir ki, katerin öz sürəti 30 km/saat, çayın sürəti isə 5 km/saatdır. Katerin çayın axınına qarşı sürətini tapın. Neynədir? V kater neçədir? 30 km/saat. V çay nə qədərdir? 5 km/saat. Niyə mən ümumi V-ni taparkən çayın axınına qarşı, burada yazıram, axınına qarşı 30-dan çıxaram 5-in, yəni 25 olar bizim, daha doğrusu katerin sürəti. Yəni onun sürətin yavaşıdır. İndi misal göstərirəm axını ilə hərəkətə. Biz küləkli havada küləyin əsmə istiqaməti ilə eyni addımlasaq, nə baş verir onda? Külək bizi itələyər, bizim sürətimiz biraz da artar. Nə baş verir? Bizim sürətimiz biraz da sürətlənə gedərik. Onda, yenə baxın, çəkirəm. Bu V katerdir, bu da V çaydır. Neynir onda? V bərabərdir. Katerin sürəti ilə çayın sürəti toplanır. Yəni, nə baş verir? Çay biraz da itələyir, onu aparır. Çay biraz da bizi itələyir, daha doğrusu kateri itələyir, aparır. Yəni, eyni misal olaraq küləkli havada bizim hərəkətimizdən danışırıq. Yəni, külək bizi neynir? İtələyir, daha da irəli aparır. Sonra, məsələn, başqa misal, buna aid bir misal göstərək. Axını ilə hərəkətə baxın. Məsələn, deyir ki, teplaxod çayın axınına qarşı 5 saatda 95 km yol getdi. Teplaxod 5 saatda hərəkət elədi. Gəl baxaq. Buna aid misal göstərirəm. Teplaxod, bir oxuyuram. Teplaxod çayın axınına qarşı T bərabərdir 5, S bərabərdir 95 km yol getdi. Çayın axma sürəti V çay bərabərdir 3. 3-dür. Bu kilometr saat. Kilometr böl saat. İndi bizdən istəyir ki, V kater çayın axını ilə sürəti istəyir. Bərabərdir sual. Neynirəm? İlk öncə mənə nə lazımdır? Çayın katerin sürətini bilməliyim ki, sonra katerin və ya teplaxotun eyni qayda ilə həll olunur da. Teplaxot, çay, teplaxot, kater, gəmi eyni qaydadır. Mən burada neyniyərəm? S gedilən yol bərabərdir. İlk öncə mənə nə verib? Axınına qarşıdır. Burada axınına qarşı hərəkətdir. V axınına qarşı neynirəm? V katerdən çıxıram V çayı. Vur T zamana. 95 bərabərdir. S gedilən yolun yerinə 95 qoyuram. V kater çıxılsın V çay. V çay neçədir? 3. Bərabərdir 5. Yerinə qazdım.
İndi nə edərəm? Hesablamanı aparım. 95-i bölürəm 5-ə. İlk öncə tənlikdə həll elədiyimiz kimi 95-i bölürəm 5-ə, 19 v kater çıx 3 bərabərdir 19 v kater də bərabərdir 22. Katerin sürəti 22 oldu və məndən nə istəyir? Axını ilə sürətini istəyir. Yəni axın ilə də nə deməkdir? V axın ilə bərabərdir v kater üzərinə gəl v çaydır. Sonra indi bizdə var durğun su və sal məsələləri. Ümumiyyətlə sal nədir? Bir taxta parçası. Salı məsələn qoyanda suyun üzərinə su hansı, çay hansı istiqamətə hərəkət eləyirsə, su hansı istiqamətə axırsa, sal da onun istiqamətində axacaq. Yəni taxta parçasının nə sürəti ola bilər ki? Burada deməli taxta parçasının sürəti ancaq çayın sürətinə bərabərdir. Yəni yazıram. V salın sürəti elə bərabərdir v çayın sürəti. Məsələn, başqa bir dənə misal göstərim. Tutaq ki, belə deyim, özümdən deyim. Deyir ki, çayın sürəti 4,5 km/saatdır. Və bu çayın üzərinə bir sal, bir taxta parçası atıldı. T bərabərdir 3 saat sonra sal hansı məsafədə olar? S bərabərdir yenə V sal, yəni V salı vursan T zamana elə 4,5 vuraq 3, o da eləyir 13,5 km hərəkət edər. Bəs durğun su nədir? Durğun su hərəkət etməyən su. Yəni bu suyun heç bir sürəti yoxdur. Kater orada, kater, gəmi və s. teplaxod orada ancaq öz sürəti ilə hərəkət eləyir. Yəni su ona heç bir maneçilik törətmir. Yəni biz küləksiz havada necə hərəkət edirik? Öz sürətimiz nədirsə, o sürətlə də hərəkət edirik, davam edirik. Eynilə də durğun suda hərəkət elə yəni gölün öz suyu, göldə məsələn su dayanıqlı olur da. Orada su hərəkət eləmir ki. Ona görə də buradan belə bir nəticəyə gəlirik ki, elə teplaxodun sürəti, göldə sürəti elə özünə bərabərdir. Burada ona heç bir maneçilik yoxdur. Əziz müdavimlər və şagirdlər, abituriyentlər, düşünürəm ki, dərs izahım bəyəndiniz. İnşallah ki, hər birinizə xeyirli olar. Oldu, sizə uğurlar.